bir nəfər ruhani danışırdı, maraqlı bir şeydi həqiqətən də. Adam heyrətlənir, deyir ki, 2 nəfər nişanlı idi bir-biri ilə. Qız dindardır, hicablıdır. Oğlan nisbətən dindar. Gəldi, dedi ki, bəs qız məndən evlənmək istəmir. Nişanlı yox, indi toya az qalıb, deyir ki, mən razı deyiləm. Alim dedi ki, çağır biraz nəsihət elə, bəs mən evlənmək istəyirdim, neçə vaxtdır bundan. Deyir, çağırdım, ikisi oturub, qız dedi ki, xahiş edirəm nişanlısına, dedi, sən çıx mənim sözümdə. Dedim, xanım, səbəb nədir? Bozursuz bu ailəni. Deyir, cavab verdi ki, səbəb bir dənədir, sadədir. Bu mənim üçün əldən ayaqdan çox gedir. Çox əldən ayaqdan gedir mənim üçün. Məni çox şişirdir, həddindən artıq şişirdir. Mən də görürəm ki, bu həvəsdir, 5 günlük həvəsdir. Bir gün sönəcək, aradan gedəcək bu həvəs. Bu ki, məni 2 gün içində məni tanıyıb, deyir, sənə fəda olun, qurban, canımı verərəm sənin üçün. Baxıram, görürəm, axı, məndə belə bir xüsusiyyət yoxdur mənim üçün can verəsən. Bu 2 gündə nəyimə aşıq oldu ki, bu saat can verir. Nəyim var, nəyimə aşıq oldu bu? Mən nəyəm ki, mənim yolumda can versin bu 2 günün, 5 günün içində? Qadının, qızın ağlına bax, düşüncəsinə bax. Bunun səviyyəsi aşağıdır ki, bu mənə dəqiqədə 5 dəfə 2 günün içində tanış olmaqla deyir, sənə ömrüm fəda olsun. Mən belə səviyyəsiz adamla yaşamaq istəmirəm. İstəmirəm bundan ailə qurum mən. Ailədə yaxşı tərbiyə veriblər. Məhəbbətlə o qədər təmin ediblər ki, bu adam biri səni sevirəm deyən kimi o saat mesajları o birilərə göstərmiş, görün mənə nə yazdılar. Ona görə o dedikcə bunun azığına gəlir. Deyib, bu nə hərəkətdir bu 2 gün, 5 gün içində dəqiqədə deyib, başva dolanım, canım sənə qurban olsun. Mən istəyirəm, mənim həyat yoldaşım səviyyəli olsun. Görürəm, bu mənə görə namaz qılır. Mən istəyirəm, bu da, mən də Allaha aşıq olaq. İkimiz də Allah üçün yaşayaq və Allah bizi birləşdirsin. Həqiqi eşq budur.